Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bugün Əvəzedicilər Liqasında Neftçi 2, Kəpəz 2 ilə qarşılaşır. Heyətlərlə tanış olaq. Neftçidə qapını 95 Eldar Babayev qoruyacaq, 67 komandanın kapitanı Fariz Xeyrullayev, 35 Fərid Səfərli, 68 Nurlan Musayev. Kəpəz 2, 81 komandanın qapıçısı və kapitanı Elgün Bayramov, 87 Sənan Əliyev, 97 Elxan Məmmədov, 80 Şahnur İsmailov, 41 Seymur Xəlilov, 57 Amur Yusifov. Hər şey hazırdır. Fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzulayırıq. Çata bildi orada. Kəpəz futbolçusu indi Nihad orada qayda pozulmuşdu deyəsən, lakin oyun davam edir. Top Neftçidə qaldığı üçün indi Olva Femidən irəli ötürmə Nurlan Musayev. Nurlan rəqibini qabaqladı. Cərmə meydançasındadır Musayev. Aslan boş götürmə. Aslan! Yenə qaçırdı. Götürmə Nurlan. Nurlan Musayev çatdı. Topa toxundu. Nihadla oynadı. Nihad Əliyev. Top keçmir və birinci hissə başa çatır. İlk hissəni bitirir Niyaz Əhmədov. Ehtiyatda yalnız 2 futbolçu var idi. Fit səslənir və ikinci hissə başlayır, hörmətli izləyicilər. Neftçiyə bir daha uğurlar arzulayırıq. Korner yerinə yetirilir. Nurlan Musayev gəlir. Nurlan Musayevdən ötürməyə qapı qarşısına. Orada Olva Femi, Mir Şahbaz, daha doğrusu Məhəmməd topunun mübarizə aparırdı. Penalti. Penalti təyin olundu. Məhəmməd Məmmədli penalti qazanır. Aydındır. Burada Amur Yusifov penaltiyə səbəb olub. Məhəmməd Məmmədli dönür. Topa daha yaxındır. Lakin Amur Yusifov onu tutur, çəkir. Biz isə Nurlandan qol gözləyirik. Fit səslənir. Nurlan gəlir. Nurlan Musayev və gol! Hesab açılır. Nurlan. Penalti təyin olundu. Nurlan Musayev isə bu penaltini dəqiq yerinə yetirir. OPM. Şahbaz orada Amur Yusifovun üzərinə gedirdi. İndi OPM ilə Ömər qoşuldu mübarizəyə. Ömər Qurbanov çatdı istəyinə, vurdu qolunu. 2-0. Burada Amur Yusifov inamsız oynadı. Yaxşı uzaqlaşdıra bilmədi topu. OPM ilə Ömər getdilər rəqibin üzərinə. Top Ömərin önündə qalır və Qurbanov topu küncə vurur. Qapı qarşısına başla zərbə, orada Mir Şahbaza dəyir top və meydandan çıxır. Lakin ikinciden zərbə olmayacaq, çünki hakim bildirmişdi ki, bu sonuncu epizoddur və maç başa çatır. 22-ci turun açılış oyununda Neftçi Kəpəzi qəbul edirdi.